Aziz dostlar, hal-hazırda biz Qazax rayonunun Xanlıqlar kəndindəyik. Xanlıqlar kəndində Qazaxın böyük bir gölü var, adına Didivan deyilən göl. Etiraf edeyim ki, mən özüm Qazaxlı olmağıma rəğmən hələ bu neçə illərdə mən Didivan gölünün sahilinə gəlməmişdim. İndi dostlarla gəlmişəm. Bax, bu gördüyünüz, arkada gördüyünüz bu göl Didivan gölünün kiçik bir hissəsidir. Hatta deyilənə qədər əvvəllər heç göl bura qədər deyilmiş, indi bu il su bol olubdur, şükür Allaha ki, bax buralara qədər, artıq yolun qırağına qədər su gəlib sıxıbdır. Hazırda dostlarla bir yerdə buradayıq. Balıq da tutacağıq, balıq da yiyəcəyik. Baxın, gördüyünüz bu məkan Didivan gölünün kiçik bir qoludur deyək, hətta bir hissəsidir deyək. Əvvəllər deyilənə görə bura qədər göl gəlmirmiş, indi bu su boldur, bura qədər gəlib çıxıb, indi o tərəflərə də böyük hissəsindən də çəkib paylaşacağım. Gördüyünüz kimi daim burada balıq tutanlar da var, bir qardaş orada balıq tutur. İnşallah bizim də fikrimiz var. Elməddin qardaş, Samir qardaş, deyəsən balıq ovuna hazırlıq gedir. Buna balıq ovu deyirsiniz, balıq tutmaq deyirsiniz, nə deyirsiniz? Samir əlindən gəlir mi balıq tutmaq? Bəli, bəli. Balıq tutmağın önəmlərindən də, önəmli tərəflərindən də biri stres atmaqdır. Düzdür, heç tutmamışam. Belə ki, məndə balıq tutmağa hövsələ yoxdur. Amma insanlar var ki, elə balıq tutanların əksəriyyətindən söhbət gedir. Balıqdan daha çox stres atmaqdan söhbət gedir. Oturub səbirlə dənizin, baxın, gölün qırağında oturub balığın düşməyini gözləyirlər. İndi də Samir qardaşla Elməddin qardaş görək nə edirdir. İnşallah. Samir, ya Allah, gözləyirik ha. Burada sözsüz ki,